Ömər Səd kimi bir insan ki, yazırlar, İmam Hüseyin əleyhissalamla uşaqlıqda bir yerdə oynayırdı. İmam Hüseyin əleyhissalam Əli Əkbərlə Əbbası, Həzrət Əbəlfəzağanı çağırdı. Dedi, Ömər Sədə xəbər göndərin, ondan görüşmək istəyirəm. Xəbər verdilər, Ömər Səd 20 nəfərlə gəldi. İmam Hüseyin əleyhissalam da 20 nəfərlə gəldilər, görüşdülər Kərbəlada, Aşurada bir yerdə. Dedi, söhbət eləmək istəyirəm səndən. Sən ki 30 mini yığıb gəlmisən, bu 30 minə sərkərdəlik eləyirsən, sənə sözümü desəm təsir olsa, bəlkə bu 30 minə də təsir oldu. Çünki sən bunların başındasan. İmam Hüseyin ağa buyurdu ki, Əbəlfəz, Əli Əkbər, siz qalın, qalanlar çıxsın çölə. Ömər Səd də oğlunla Qulamın saxladı, dedi, qalanlar çıxsın çölə. İki uşaqlıq, belə deyək, dostu. İndi tarix bunları üz-üzə qoyub. Gör, həyatın əyriliyinə bax, xəbisliyinə bax. Deyir İmam Hüseyin əleyhissalam ki, Ömər Səd, niyə qorxmursan Allahdan? O Allah ki, axırda ona sarı qaydacaqsan. Biraz moizə elədi bunu. Sonra buyurdu ki, Ömər Səd, gəl sənə bir dənə söz deyim, sən bu işi tərk elə, bu mövqeyi tərk elə, gəl qoşul bizə. Allaha and olsun ki, Allah yanında ən əziz adamlardan olacaqsan. Ömər Səd dedi ki, Hüseyin ibn Əli, sizə qoşulsam, mənim evimi xarab eləyəcəklər. Viran qoyarlar evimi. Dedi, sənə bir dənə ev tikərəm. Dedi, bağım var, əlimdən alarlar. Dedi, ən yaxşı yerdə bir bağ verərəm. Nə dedi, bəhanəsini kəsdi. Axırda dedi ki, ailə uşağımdan qorxuram. Bir onda İmam Hüseyin əleyhissalam bir söz demədi, başını saldı aşağı, durdu, məclisi tərk elədi. Tərk eləyə bir söz dedi orada. Buyurdu ki, Allah səni yatağında öldürsün. Allah səni yatağında öldürsün. Ümid eləyirəm ki, sənə rey mülkünün buğdası nəsib olmayacaq. Deyir, bu ağanın sözünü eşitdi. Dedi ki, eybi yox, arpası da bizə bəs eləyər. Üstündən 4-5 ildir keçmişdi. Bilirsiniz, Muxtarın qiyamında Ömər Səd elə yatağında gəldilər, onun başın bədənindən ayırdılar. O cürünə öldürdülər, cəhənnəmə vasil elədilər. Heç reyin buğdası yox ha, özü dediyi kimi arpası da ona qismət olmadı.